القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین والذی تولی کبره منهم له عذاب عظیم. Nur suresinin 11. ayəsinin axırıncı hissələridir. Bu ayədən efk hekayəti başlanır. Efk, yəni böyük töhmət, böyük yalan. Çün İslam tarixində belənci bir hadisə olubdur. Allah-u Teala o hadisə olandan sonra bu ayələri nazil elədi. Peyğəmbərin həyat yoldaşına birinə indi ixtilaflıdır. Kim barəsindədir bu ayə? Peyğəmbərin hansı həyat yoldaşı barəsindədir? Amma hər halda Peyğəmbərin həyat yoldaşlarının birinə belənci bir töhmət vurdular. Cərəyanında keçmiş cələsə ərz elədi. Özü də bu töhmət bəhsi Quran buyurur, osbətun minkum. Sizin öz içinizdən bir qrup idi. Yəni bütpərəst və kafirlər və müşriklər tərəfindən də idi. Müsəlmanların öz içindən bir qrup idi. Yəni münafiqlər. Burada bir nüktə var. O da budur ki, İslam tarixində onlar ki, Peyğəmbərin zamanında yaşayırdılar, bir sıra insanlar ədalətə malik deyildilər heç. Hətta Peyğəmbərin özünə və həyat yoldaşına cürət edib töhmət də vururdular. Özdə belənci bir pis töhmət ki, Peyğəmbərin həyat yoldaşlarını ittahamlandırdılar bir əxlaqsız sifətinə. Çün müharibədə gec qalmışdı, bir ayrı şəxsinə qeyddi Mədiniyə. Quran buna efk hekayəti deyir. Çün cəmiyyətdə əgər əxlaqsız töhməti rahat deyilsə, getdikcə bu günah özü də adiləşər. İnsanları rahat belənci bir sifətlərlə töhmətləndirilsələr, bu adi cəmaatda da bu günah adiləşər. Bir qrup münafiqlər fürsət axtarardılar ta Peyğəmbəri, müsəlmanları, möminləri belənci bir təxribatlarla sındırsınlar, zərbə vursunlar. Onlardan biri Abdullah ibn Ubey idi. Hatta Quran ayətləri var ki, Peyğəmbərə göstəriş verir, buna namaz qılma, öləndə buna meyyit namazı Peyğəmbər qılmadı. Çün münafiqlığı aydın idi, aşkar idi. Uhudda 300 nəfəri qeytərdi döyüşməkdən və müsəlmanlar 1000 nəfərdən yendilər 700 nəfərə. Burada bu işin rəhbərliğin başçılığını bu özü elədi ki, Peyğəmbərin ailəsinə bilənci bir ləkkə yayılsın. Abdullah ibn Ubey. Əlbəttə, bəzi tarixlərdə ayrı adamlar da deyilibdir, ayrı şəxslər də deyilibdir. İndi çün iki nəqli vardı ümumiyyətlə, Peyğəmbərin hansı həyat yoldaşıdır. Ondan sonra bu iki nəqlin davamında kim buna başçılıq edibdir? Bunlarda ixtilaf var. Çox o ixtilaflara istəmirəm ayəni məşğul edəyəm. Amma hər halda Peyğəmbərin həyat yoldaşlarının birini belənci bir ləkkələdilər. Quran buyurur, bu xeyr edir sizə. Çünki əvvələn tanıdınız kimlər bu işi görür. Bir də müsəlmanlara bir böyük xəbərdarlıq da oldu. Böyük bir ictimai cəza da oldu. Bir ictimai cəza, yəni bu allanmalarına
bu belənçi bir dilinə sözü yaymağa böyük bir bilənətə dərs və ibrət oldu. İctimai cəza bu mənada. İbrət və dərs oldu cəmiyyətdə. Ki siz niyə öz başına sadəlöhlük elədiniz? Bir sözü ancaq elə eşitdiniz yaydınız. İndiki dünyada haman bu fikirdən, bu məntiqdən istifadə edir. Çoxlu yalan sözləri, çoxlu yalan məlumatları insanların öz əlləri ilə yayır. Yəni, idarə eləyən 7 nəfər, 40 nəfər, 10 nəfər, hər neçə bu cərəyanda var idi. İndiki dünyada da o forma. Amma yayanlar gözən insanlardılar, adi insanlardılar. Qərəzli yaymıydılar, cahilcəsinə yayırdılar. Bəs bir qərəz var, ədavət var, inad var, nifaq var bu bir tərəfdə. Bir də cəhalət var, sadəlik var. Adətən cəhalətdən və sadəlikdən istifadə edərlər. Kimlər? Onlar ki nifaqınandılar, onlar ki inadınandılar, onlar ki ədavətinəndiler. Munafiq iman zəifindən, munafiq o şəxsi ki sadəlöhdür, ondan istifadə edir. O şəxsi ki diqqəti azdır, ondan istifadə edir. Hətta Peyğəmbərin əleyhinə, Peyğəmbərin həyat yoldaşının əleyhinə. Ona görə Allah-u Teala burada iki qrubla danışır. Bir münafiqlərlə danışır. Bir sizə hər halda bu işinizə görə cəza var. Dünyada da cəzalanırsınız. Minimum cəzanız budur ki, abruz getdi, ki yalancısınız. Minimum cəza budur ki, istəyirsiniz başqasının abrusuna aparasınız. Özünüz cəmiyyətdə etibardan düşdünüz, hörmətdən düşdünüz. Tanındı ki, sizlər yalancısınız, sizlər düz demisiniz. Qərəzlə sözləri yayırsınız. Bir budur. Hətta Quran burada bir tərəfi bunlarla danışır. İkinci tərəfi də müsəlmanların özü ilə, adi möminlərlə ki, siz niyə bu işi tez bazar həll elədiniz, araşdırmadınız? Buyurur ki, bunlar ki bu işdə, bu yayılmada iştirak ediblər, bunlara cəza var. Amma cəzanın dərəcələri var. Vəlləzi təvəlla kibrəhu minhum, o kəsi ki öhdədar olub bunun mühim hissəsinə. Kəbir sözündəndir, yəni böyük. Burada kəbrin mənası, yəni o mühim hissə, o mühim rol. Məsələn, bu yaymaqda başçılıq eləyənin 9 yolu, məsələn, 90% rolu var. 10% də cəmaat cəhalətindən istifadə olunubdur. Deyir, o ki, bunun mühim rolunu öhdəyə götürübdür bunlardan, bu qrupdan. Ləhu əzabun əzim. Buna böyük əzab var. Bu səbəb olub bu hadisə yayılsın. Səbəbkar əsli kökdə budur. İndi kimdir bu? Abdullah ibn Ubeydir, ya hər kimdir? Müxtəlif nəqlilər var. Çox şəxsidən söhbət getmir. Bu hərəkətdən, bu addımdan, bilənçi uslubdan, taktikadan söhbət gedir. Ki, bəzən bir sözü yayarlar, bir qrup onu başçılıq eləyər, bir qara cəmaat da onu onların cəhalətlərindən istifadə edib onu yayarlar. Olmadığı bir şeyi gözən yayarlar. Çoxlu yalanlar cəmiyyətdə, tarixdə, hadisələrdə bir cür yayılıbdır. İnsanlar sonra görüblər ki, nə yalan idi. Əmirül-Müminin şəhid olanda məsciddə, Şamda danışırdılar bir-birlərindən ki, məgər İmam Əli aleyhisselam namaz qılardı, məscidə getmişdi. Nəcür oldu o məsciddə şəhid elədilər. Yəni bir bələm təbliğatın əsəri var idi, təxribatın əsəri var idi. Əmirül-Müminin namaz qılarmı? Təəccüb. Hadisələr belədir. İnsanlara nifrət yaradarlar, insanlarda cəhalət yaradarlar, insanlarda yalan sözləri qəti, konkret söz kimin qələmə verərlər və insanlar daha 1% ayrı cür fikirləşənməzlər. Bu, böyük bir məsələdir. Cəmiyyətdə bunu bilin. Bir qrup var, məqsədli işləyir. Bunlar da istifadə edirlər kütlədən. Ki, bunlar
cəhalətlərindən ola o məqsədli işləyənlər sui-istifadə edirlər. Əcib ayələrdir bu ayələr. Allah-u Teala buyurur, hər halda bu xeyrili oldu. Həm sizə bir ibrət idi, həm onların abrısı getdi və onlar tanındılar. Hər halda münafiq getdikcə tanınmalıdır. Kafir tanınır, müşrik tanınır, münafiq öz maskası ilə gedir və tanınmır. Hadisələrdə tanınır ki, həqdən müdafiə edir ya batilin kənarında qalır. Onu da bildir. Nədir? O zamanı ki, insanlar Peyğəmbərin sözünü eşitdilər, Əmmar səni zalim qovm öldürəcək. Onda, vaxtı Əmmarı Seffeyində gördülər Əlinin qoşunundadır, Əmirül-Mömininin qoşunundadır. Maviyə üzbə-üzdə Əmmar yoxdur, Əmmar bu tərəfdədir. O bayraqdır. Kim Əmmarın yanındadır? Peyğəmbər buyurub, səni zalim qovm Əmmar öldürəcək, şəhid edəcək. Bunlar bir sıra hadisələrdir ki, o hadisələrdə ayrılır insanlar. O hadisələrdə seçimlərlə insanların imanları bilinir və ayrılır. Devamında burada Allah-u Teala danlayır 12-ci ayədə. İndi ayə ərz elədim, bu hadisədə iki xitabı var. İki cəm ilə danışır. Bir o yayanlarla, o yayanlar ki başçı idilər. Bu işi onlar inadla və qərəzli, planlı şəkildə davam verirdilər. Bu bir idi. İkincisi adi cəmaat. Görün Allah-u Teala adi cəmaata nə buyurur? Buyurur, Lola es-semi'tumuhu zannel mu'minun vel mu'minat bi anfusihim xeyran. Niyə o zaman ki eşitdiniz o xəbəri, mömin kişilər və mömin xanımlar özlərinə yaxşı güman eləmədilər? Niyə qara açqı ilə qərar çıxartdınız? Yaxşı güman niyə eləmədiniz? Bunu eşitdiniz. Yaxşı, Peyğəmbərin həyat yoldaşı bir şəxslə Mədiniyə girdi. Məgər bunun bir variantı var ki, ancaq elə günahla gedib qeydibdir. Məgər bir variant bu hadisədə görünür. İndi bir şəxs səni qonaq çağırmayıbdır. Dostların çağırıb, çağırmayıb. Məgər bir variantı var, sən o variantla fəqət qərar çıxardırsan ki, səndən düşmənçiliği var. Mümkündür yadından çıxıb, bir. Mümkündür istəmirsən orada hörmətdən düşəsən. Çünki sənin bir şəxs orada gözləyir, sənin abruğu aparsın. İstəmir məclisində dava dalaşı olsun. Niyə xeyrə yozmusuz özünüzə nisbət işlərdə? Hadisələr o vaxt ki, hələ şəffaf deyil, mütəşabih hadisələr var. Bəzən hadisələr şəffafdır. Özün gözü ilə bir zadı gördün. Onda da yine icazən yoxdur yayasan. Amma hər halda bildin də. Bu hadisədə heç o da yox idi ki. Sən fəqət eşidirsən. Özdə o için nəql elirlər günah deyil. Budur ki, Peyğəmbərin həyat yoldaşı Mədiniyə bir kişi ilə qeydli gəldi. Bunun müxtəlif variantı da yozmağı var. Niyə xeyri yozmadınız? İndi bir şəxsi gəlir bir məclisə, cəm oturubdur, birdən o girəndə qapıdan güldülər. Aya elə ancaq ona görə güldülər, onun girmağına görə məclisə. Mümkündür bir anekdot deyiblər burada. O ləhzə ki, bu girirdi, anekdot da o ləhzə deyildi. Niyə xeyrə yozanmısınız? Zi əmr əxiyyə əla əhsənil vəc. Əmirül-Mömin buyurur, əgər möminsən, öz qardaşının işini ən gözəl varianta yoz, xeyrə yoz. Deyir, niyə siz belə eləmədiniz? Elə eşitdiniz ki, Peyğəmbərin xanımısı belənçidir, siz də yaydınız. Düzgün xeyrə niyə yoza bilmədiniz? Özdə maraqlısı burada budur. Demir,
başqalarının işlərini. Deyir, öz işlərinizi niyə belə yozmadınız? Yəni, istəsin ki, o da səninkidir. Yəni, nəticədə hesablansa, möminlər bir-birinə nisbət, hətta qardaşdan da yaxında, özləri ilə. Deyir, niyə özlərinizə, niyə özünüzə yaxçı yozmadınız? Əcib sözdür, ha? Hələ yaxçı yozun heç, baxışız da bu olsun ki, onun abrısı da sənin abrındır. Onun şəxsiyyəti də sənin şəxsiyyətindir. Onun abrısı getsə, sənin abrın gedibdir. Çünki bu cəmiyyətdə bu günah yayılsa, etimadsızlıq cəmiyyətdə yayılsa, elə sənə də etimadsızlıq eləyərlər, başqasına da etimadsızlıq eləyərlər. Deyir, niyə özünüzə xeyri yozmadınız? Ayənin əcib nüktəsi bi-ənfusihim sözüdür. Deyir, niyə mömin kişilər və mömin xanımlar özlərinə, burada özlərinə, yəni bu Peyğəmbərin həyat yoldaşına, özlərinə bu mənayədir. Burada özlərinə, yəni ona ki, istəyirlər töhmət vırsınlar, özləri ayrıdır, o ayrıdır. Amma deyir, o da sizin özünüzdür. Niyə özlərinizə xeyir yozmadınız? Və qalu haza ifkun mubin. Və demədiniz ki, bu aydın yalandır. İnsan bu cür hadisələrdə, cəmiyyətdə 3 cür reaksiya göstərər. Bir budur ki, susar, deyir, mən bilmirəm ki, fəqət qulaq günahkarıyam. Bir cür deyər. İkinci budur ki, yayay. Hə, belənçi olubdur. Elə araşdırmamış, bu da yayay. Güya məsələn, konkretdir, qəbul olunmuş bir sözdür. Üçüncü, Allah-u Teala deyir, nə o forma deyin, mən bilmirəm, günahkar, qulaq günahkarıyam. O da düz söz deyil. Cəmiyyətdə insanların abrısı saqqız deyil. Mən bilmirəm, qulaq günahkarıyam, pəs yayıram. Və yaymaq haqqın yoxdur. Susmaq haqqında yoxdur, yaymaq haqqında yoxdur. O iki vəzifəndə öhdəçiliğindir. Burada haqq bəhsi deyil, öhdəçilik bəhsidir. Öhdəçiliğin budur ki, bunun qarşısını alasan. Deyəsən, bu aydın yalandır. Sən bu məsələyə subutun yoxdur, niyə yaysan? Haza ifkun mubin, deyəsən, bu aydın yalandır. Burada görürsən, Allah-u Teala nə cür reaksiya göstərir bu cür hadisələrə. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. رحمن يا رحمن ساعدني يا رحمن اشرح صدري